İradə xanım, səyyah olmaq üçün yola haradan başlamalı? Birinci addım atmaqla. Səyahət etməyi sevməlisən, nə etməyin fərqində olmalısan. Çünki dediyim kimi indi elə bir dünyadakı hamı səyahət eləyir, amma baxırsan ki, bəzən xaotik səyahət eləyirlər. Mən o insanlara səyyah demirəm, mən o insanlara sadəcə olaraq bəlkə turizmçi deyə bilərəm. Daxildə insan öz-özünə təftiş eləyir. Səyyah bir qədər dünyaya açıq olmalı, dünyanı öyrənməyə maraqlı olmalıdır. O bir maraq var, bir şövq var. Əgər o insanda yoxsa, sadəcə olaraq ölkələrin sayını artırır. Hamı səyahət eləsin, amma hər səyahət eləyəndə səyyah deyil deyə düşünürəm. Çox vacib bir məqamı qeyd elədiniz ki, hər səyahət edən səyyah olmaz. Əslində demək olar ki, bizim növbəti sualımızın bir açarını vermiş oldunuz. Biz bugün görürük ki, insanlar gedirlər hansı ölkəni gəzməyə, məsələn istirahətə, amma eyni zamanda həmin o şəhərin tarixi yerlərinə də gedirlər. Və bir növdə həm ziyarət, həm ticarət deyib, həm istirahət edirlər, həm dincəlirlər, həm də o məkanlarla tanış olurlar. Amma səyyahlar bir qədər fərqlidirlər. Onlar üçün istirahət məsələnin bəlkə də ikinci və yaxud da ki, üçüncü mərhələsində dayanır. Eyni zamanda səyyah getdiyi yer barədə də bəlli bir informasiyaya malik olmalıdır. Çətin deyilmi həmin o ölkələr haqqında informasiya toplamaq, eyni zamanda ora gedəndən sonra o mühitə uyğunlaşmaq, bu mərhələni necə keçirsiniz? Sevgi olan yerdə, mən həmişə deyim, bir işin içində sevgi varsa, istənilən bir çətinlik bir şirinlik kimi gəlir. Zəhər də olsa bal kimi gəlir. Mən həmişə buna deyirəm. Çünki əgər ki, sən bunu sevərək eləyirsənsə, səni demək ki, bu yola sövq eləyən bir sevgi var. Məsəl üçün, sevgi olmasa, həmin yeri öyrənmək istəyim olmasa, bugün mən məsəl üçün Suriya və Əfqanistan haqqında bir xəyala düşmərəm. Hamı deyir, Suriya və Əfqanistan çətin regiondur, xanım üçün ələxüsus. Mən orada bir çətinlik görmürəm. Niyə? Çünki bilirəm ki, orada aşacağım bir şeylər var. Orada öyrənməyə çalışacağım bir şeylər var. Həm mənə bir ölkə olaraq, çətin coğrafiya olaraq bir töhfələri olacaq. Eyni zamanda da yola çıxanda artıq azuqən olur. Mən özümə həmişə deyirəm ki, səyyah dərviş kimi bir xurcunun var belə və o xurcunu nə ilə azuqələndirdiyin fərqinə varmalısan ki, nə ilə yola çıxırsan və yolda nə ilə gələcəksən. Əgər çətin deməyib də bu aşmağı, qarşısında duran o maneələri aşmağa hazır olacaqsansa, o zaman hər bir çətinlik, hər bir yolda görəcəyin hər bir daş bir güldür sənin üçün. Çünki rahatına gedəndə sən olursan turist, amma rahatını düşünmədən, məsələn, susuz qala biləcəyin, çaysız qala biləcəyin. Bu bir növ elə bilsən ki, hərbi poliqon kimi bir yerdir də, özünü atırsan və yaxud da keçən dəfə də başqa bir müqayisə apardım ki, dağcılar adətən dağa niyə gedir? Belə bir deyim deyirlər ki, biz dağı fəth eləyir, amma heç bir dağcı dağı fəth eləyə bilməz. Dağ əbədidir, əzəlidir, bir təbiətdir. Orada insan yalnız özünü fəth eləyir, özünün çətinliklərini fəth eləyir. Bəlkə də səyyahın da içində hardasa, məsəl üçün öyrənmək durumu ilə yanaşı, bir növ öz-özünün üzləşməsidir, öz-özünə bir çağırışıdır. Görün bu çətinlikdən baş çıxara biləcəyəmmi? Görəsən bu ölkə mənə hansı bir dərs verəcək? İnsan var ki, çevrəsi insanlarla doludur, onlarla nəsə bir şey. Amma səyyahlar hər bir halda inzivaya çəkilmiş bir müasir dərvişlər də deyirəm. Çünki onlar yolda öyrənir, onlar ölkələrdə öyrənir, tanış olduqları yerdə öyrənir. Bu baxımdan həmişə Paulo Coelho'nun bir deyimi var, o çox xoşuma gəlir. Zahir əsərində yazmışdı ki, yollar və səyahət əslində insan yeni bir yola çıxanda, yeni bir ölkəyə çıxanda anadan yenidən doğulmuş kimi olur. Çünki yeni yerlər görür, yeni dil eşidir, yeni insanlar görür və bu hər bir yenilik onun içində yeni bir mənin ortaya çıxmasına səbəb olur. Neçə ildir də artıq hiss edirəm ki, həqiqətən də mənlə yollarda belə bir şeylər baş verir. Səhv etmirəmsə kitabınızda da bu statı hansısa kitabınızda yer qeyd eləmisiniz. Kitablar barədə irəliləyən dəqiqələrdə də danışacağıq. Mən istədim bir məqama toxunum. Bir çox hallarda qeyd edirlər ki, insan ən yaxşı dostu özüdür. Özü ilə yaxşı dostluq edə bilirsənsə, demək ki, sən özünlə də yaxşı yol yoldaşı ola bilərsən. Siz məhz səyahət etdiyiniz yerlərdə, tək səyahət etdiyiniz yer də var ki, elə ilk kitabınızda da məhz bu məqama yer ayırmısınız. Tək səyahət etmək çətindirmi, qorxuludurmu, yoxsa elə ən gözəli odur? Mənim üçün üçüncü, birincidə gəlir, ən gözəli odur. Çünki bu bayaq da qeyd elədiyim kimi insan öz-özündən baş-başa qaldığı bir dönəmdir. Ümumiyyətlə yola çıxdığım adamlar səyahət nöqteyi nəzərindən yanaşır. Yola çıxdığın adamla elə bir iki nəfər ola bilər, üç nəfər ola bilər. Onlar sənin eyni dalğada olmalıdırlar. Yola dostluğu götürə bilərsən, amma əgər eyni dalğada deyilsənsə, frekanslar eyni olmalıdır. Frekans eyni olmalıdır, enerji eyni olmalıdır. Sakit qalmaq istədiyin bir insan sakit bir qalmaq istədiyi bir anlar olur. Həmin anda qarşı tərəf sənin sakitliyinə hörmət eləməlidir. Çünki sən də onun sakitliyinə hörmət edirsən. Amma əgər o balanslaşdırma pozulursa, deyirsən ki, elə tək çıxsam bundan daha yaxşıdır. Üstəlik də insan o pilləyə gəlməlidir. Məsəl üçün mütəmadi səyahət qrupları var. Orada yazırlar ki, mən özümdən tək qala bilmirəm, darıxaram, kimlənsə bölüşməliyəm. O leveli mən aşmışam, belə deyək. Hətta mən çox erkən səyahət həyatına başlamamışdan qabaq o leveli aşıb keçmişdim. Özümlə dostlaşmışdım və mən bu gün məsəl üçün gedib kofe içmək istəyəndə gedib içirəm. Yəni mənim özümlə keçirdiyim vaxt özüm üçün çox maraqlıdır. Çünki həmin o kofe içdiyim bir anda
olur da insan Adəm övladı bir insanla görüşəndə bu qeybətə çevrilə bilər, nəyinsə bir dedikodusa çevirə bilər, amma həmin özünlə baş-başa qaldığın bir anda bir kitab oxuyursan və yaxud yeni bir kitabı yazırsan, insan özünün o anını, tək qalma anını maraqlı edə bilirsə, əslində onun elə öz dünyası odur. Qalan hamı heç kim insanı tamamlamır. Sonradan gəlməlidir. Yəni hər bir adama biz sağ ol deməliyik. Amma insan öz-özünü tamamlamalı, bacarmalıdır ki, heç kimdən asılı olmasın ki, o insan da yoxa çıxanda, həyatından gedəndə dərin üzüntülər yaşamasın.